Yəni Allahla bazarlıq eləyəndə ən gözəl də vermək lazımdır. Ən əla növdən verəndə Allah da əla şəkildə qoğuluyor da. Yəni Adəm Aleyhisselamın oğlu Habillə Qabilin qurban haqısı var. Habil sürünə ən gözəl bəslənmiş, belə bəslənmiş, baxmağa qıymadığın qoçu seçdi, gətirdi, qurban elədi Allah yolunda. Allah onun qurbanını qəbul elədi. Qabil isə əkinçi ilə məşğul idi. Ən belə cüləf baxaları gətirdi, ən cüləf belə sümbülləri gətirdi, qurmağı tutan. Allah qəbul eləmədi. Allah ixlasla edilən əməlləri qəbul edir. Ağaçları neyini? Payızda buduyuruq da, zahirdə ağacı sənə kəsib tökürük da. Amma yazbaşı nə olur? Məhsul verəsi vaxtı budanmış ağac o birisindən daha yaxşı məhsul verir. Mal dövlət deyilərdir. Sədəqəsini vaxtına çıxıranda Allah ona bərəkət verir. Amma qısıb saxlayanda qısıb heç nə olur. Məmnun Cələdin Rumi Həzrətləri bunu bir şeyə bənzədir. Ambarda taxılı stoklayıb saxlasan, ya kəsiyənlər yiyəcək, ya bit düşəcək. Amma sən o cömətcə tarlaya səfərsən, birə 700 dənə, bir dənəyi 700 dənə çıxardır tarladan. Faiz dəmiyə əkənlər bilinlər. Yəni, tarlaya buğdanı səfirsən, bir dənə düşür, 7 başaq çıxır, hər başaqda 100 dənə olur. Yəni, sən cömətcə səfdiyin zaman Allah cömətcə də verir. Amma qıstığın zaman Allah məhv edir. Allah bizi cömətlərdən eyləsin.